Homofobiya təbiətdə yoxdur. Homofobiya insanların süni yaratdığı negativ bir emosiyadır, negativ bir anlayışdır. Təbiətdə homoseksualizm və transgenderlik mövzuya heç bir nifrət yoxdur, normal olaraq da qəbul olunur. Və biz nə vaxt da bir cəmiyyət olaraq, insan olaraq biz bunu özümüz üçün norma kimi qəbul etsək, biz özümüz üçün əslində ən rahat bir həyat yaşayacağıq. Niyə? Çünki biz nə isə həyatda, reallıqda, təbiətdə qəbul etməyəndə biz özümüzə ziyan veririk, özümüzlə toksik münasibət qururuq. Biz uşaq olanda biz heç kimi heç bir koda görə bölmürük. Gəlin öz uşaqlığımızı xatırlayaq. Biz kimə yaxınlaşırdıq? Kim aura əgər müsbətdirsə, mən ona yaxınlaşa bilirdim. Çünki mən hələ də heç kim mənə bu beynimə proqram salmayıb ki, bu insan budursa demək ki, avtomatik negativdir. Hal-hazırda biz böyüyərkən biz bu vəziyyətə düşürük. Bizim beynimizə o qədər kodlar yazılır, o qədər proqramlar yazılır, o qədər nifrət dolu mesajlar alırıq dünyaya, reallığa, insanlara qarşı. Və ancaq biz onu sorğulayandan sonra və bu sualı verəndən sonra kimin sözünə görə məhz bu insanlara qarşı nifrət edirəm? Bu sualın cavabı sizdə böyük bir fərqindəlik qazandıracaq. Çünki bu sizin daxilinizdə bu nifrət hissi sizin təbiətinizə aid deyil. Uşaq dünyaya gələndə o avtomatik homofobiya ilə gəlmir. O homofobiyanı onda cəmiyyət və ailə formalaşdırır. Və məhz buna görə əziz dostlar, biz təbiətimizə qayıtmaq istəyiriksə, öz potensialımızı reallaşdırmaq istəyiriksə, bunun ən gözəl yolu bizə yeridilən hər bir şeyi sorğulamaqdır.